Necə ki, İmam Hüseyn İslamı uzaqdan gördü, gözlərini açdı, artıq şübhələr kənara getdi, bildilər ki, yox, uşağın görməyində bir problem yoxdur. Gül kimi güldü, atdı qundağa əl, ləblərindən töküldü noğlu nəbat. Xanım Zeynəb qədər xoşbəxt bir şəxs biz tarixdə tapa bilmirik ki, onun ustadları Əhl-i Beytin 5-i olsun. Yəni, o hədis-i kisadakisa hədisində əbanın altında yığılan o 5 nəfər ki var, bu 5 nəfərin 5-i də xanım Zeynəbin ustadı oldular. Bu heç kəsə nəsib olmuyor. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm onun babası olub. Xanım Zeynəb ondan dərs alıb. Ondan elm öyrənib. Əql öyrənib. Bizdə xanım Zeynəbin ləqəblərindən biri Əqilə-i Bəni Haşimdir. Bəni Haşimin mütəfəkkiri. Aqil sözü burada bəlkə də zəif sözdür ki, istifadə olunsun, ağıllı sözü hətta. Bəni Haşimin ən ağıllısı yox. Bəni Haşimin ən mütəfəkkirə xanımı. Yəni, o nəsildə ən mütəfəkkirə xanımdır. Bu təfəkkürü, bu elmi, bu əqli babası Peyğəmbərdən irsə aparmışdı. Peyğəmbər xanım Zeynəbi çox sevirdi. Hətta dünyaya gələndə xanım Zeynəbi gətirir xanım Zəhra Peyğəmbərin huzuruna. Peyğəmbər xanımı öpür və ağlayır. Xanım Zəhra narahat olur. Övladlarının hər birində bu hadisələr baş verib, xüsusən İmam Hüseyn İslam. Xanım Zəhra narahat olur ki, babacan, nəsə, atacan, nəsə problem yaranıb, uşaqda nəsə var, niyə ağlayırsan? Həzrət Peyğəmbər buyurur ki, bu Şərikətül Hüseyndir. Xanımın ləqəblərindən biri budur. Bu qardaşı Hüseynin şəriklərindəndir. Onun müsibətlərinə şərik olacaq. Onunla bir yerdə o müsibətlərə qatlanacaq. Hətta mərhum Munzəvi gözəl bir şeir yazıb ki, bir xanım Zeynəb gətirirlər, gözünü açmır Peyğəmbərin üzünə. Əmir-əl-Müminin gəlir, xanım Zəhra gəlir, İmam Hasan gəlir, gözünü açmır. Necə ki, qapı açılır, İmam Hüseyn İslam daxil olur. Gözünü açmadı heç kəsin gözünə, hər ki dindirdilər, zənani bənat. Hər kəs orada dindirdi, çağırdı, Zeynəb gözünü açmadı. Ta Hüseynin uzaqdan ətrin alıb, gözlərin açdı, rəf olub şübahat. Necə ki, İmam Hüseyin İslamı uzaqdan gördü, gözlərini açdı, artıq şübhələr kənara getdi, bildilər ki, yox, uşağın görməyində bir problem yoxdur. Gül kimi güldü, atdı qundağa əl, ləblərindən töküldü noğlu nəbat. Sevindi İmam Hüseyin İslamı görəcək dünyaya gəlməyi.